Cərəyanın banisi. Bunun banisi kimdir? Hədisdə var da, o Quranda ayə var, Yasin 12-ci ayədə. İnna nahnu nuhyil mauta və naktubu ma qaddamu və əsərahum. Ma qaddamu nə kimi qəddəm edib, göndərib və əsərahumun təsirləri, əsərləri. Məsələn, valideyndir, müəllimdir, hər hansı bir şəxsdir. Görürsən ki, müəyyən bir yaxşı bir şey tikib, yol tikib, ağac əkib, quyu qazıb, məsələn, skamyaka düzəldib, yaxşı bir dəb qoyub, hər hansı bir şey. Onu məqaddəmu göndərib ölməyib də bu. Məqaddəmu önce müqəddəm. Təqdim, qabaq. Əvvələn göndərib olsun qaldı orada. Sağlar ki, adam bu iş görüb. Öldü getdi və əsərahum. Öləndən sonra onun təsirlərini cəmaət faydalanırlar. Əxlaqından, gözəl sözlərindən, yaxşı dəbirlərindən, çox gözəl. Əla. Bir də var ki, bu adam pis şeyin kökünü qoyub. Məsələn, diskotekaçı, əxlaqsızlığın kökünü qoyub. Əxlaqsız bir söz deyərək, bir inanc hətta, bu termin, hər hansı bir şuar deyərək, hər hansı bir pis əxlaq, maddi, mənəvi, fiziki cəhətdən bu adam pis bir şeyin əsasını qoyub. Tövbə etmir təbii ki, tövbə etsə o işdə. Və belə də ölüb və onun əsərləri qara dünyada nə qədər ondan cəmaət yararlanır, düşürlər pis yola, bunlara günah qazanırlar, o da. Bax, bunun banisi budur. Deyir, yaxşı, sən demirsən banisən. Məzhəbi ortaya qoy, amma sübutlarını. Peyğəmbər belə, biz əsl Peyğəmbər yol gedirik, bildik, başa düşük. Dilə güc vermə, mənbə ortaya qoy. İbn Teymiyyə, Sələfiyyə cərəyanının əsas banisidir və təsisçisidir. Əsl adı Təqiyyüddin Əbul-Əbbas Əhməd ibn Əbdülhəlim, məşhur İbn Teymiyyə kimi. Bizim ilimizlə, indi 2025-ci il, 1269-cu ildə, 63 yazmışlar burada, 63-dür. Doğulub, 1320-1328-də ölüb. Harca 87 il yaşayıb. İbn Teymiyyə 7 yaşında ikən Monqollar hücum edirlər, Monqol tatarlar, bunların Hərran şəhərinə, Dəməşqdəndir, Suriyadan da yazsam. Yaşayırdı Suriyanın Hərran şəhərində. Və hücum ediblər, onlara həmlə ediblər. O ailəsi ilə birlikdə köçür Dəməşqə, Hərran şəhərinə, orada təhsilini bitirib. İbn Teymiyyənin cavanlığı Monqolların müxtəlif ölkələrdə qoşun yeridərək müsəlman şəhərlərini dağıdıb viran qoyması da bir travmadır ya. Hər yeri qarət edib qırğınlar törətməsi dövrünə düşür. Nəql olunmuşdur ki, İbn Teymiyyənin özü Monqolların əleyhinə mübarizə aparmaq üçün ordu yığıb. Onlar bir döyüşdə mühüm rol oynamışdır. O dövrün ictimai-siyasi şəraiti İbn Teymiyyənin ruhiyyəsində özə məxsus təsir qoymuşdur. Belə ki, İslam cəmiyyətində hökm sürən qarışıqlıq və hərcimərsi qarışıqlıq deləri heç kim gəlsin tanımır, belə bir şey. Deyib alın bir-birinə. Bu səbəblə yad elləri müsəlmanların müqəddəratına hakim olmalarını onların arasında məzhəbi təfriqəni nəticəsi hesab etmişdir. Buna görə də o qərara gəlmişdir ki, öz nəzərinə görə Peyğəmbər və sahabələrin dövründən sonra İslam dünyasında yaranan hər növ yenilik və inkişafla mübarizə aparsın. Görür ki, topladı cəmaət mübarizə Monqollara qarşı, mənə az-çox cəmaət tanıdı, nə ilim deyə məsələ ortaya çıxartdı. Cəmaətin buna qarşı olan inancından. İndi də vardı, o insana vicdan lazımdır ki, vicdan. Cəmaətin bu boşluğundan, həssas nöqtələrindən, sənə qarşı olan inamından suistifadə eləməlisən. O hər insan işi deyil. Nə qədər pul verirlər əhl-i-beytə, məsumlara, alimlərə, möminlərə ki, məsələn bu xumusdur, zəkatdır, məsələn bunu çatdır sahibinə. Adam var, qəşəng onu bizləri yedi. Pulu yeyir, nəyə var? Özünə bir günahlı, amma kasıb qalıb bir anda. Keçir üstündən vaxt, mən dəfədən şahid olmuşam. Vaxt, vədə, aylar, illər ortaya çıxır ki, nə pul verir. Axı sənə xumus göndərilmiş, zəkat deyib, mənə pul çatmayıb. Dəqiqləşik səhəqə baxsan ki, bəlkə bir səhv deyərdə, hər də buna pul verilməyib. Harada həmin şəxs, özüm şahid olmuşam, olmuş icazəkatların birində. 700.000 xumus vermişəm, bir filan kəsləri payla, götürdü hamı getdi hara? Ziyarətə. Deyəsən, xund daşıyırdı. Neysə, bu məqsədlə o irfan, sufilik, fəlsəfə, kəlam, bunlarla aparır mübarizə.
Və deyir ki, sufili, filosof, kəlam boş-boş şeylərdir. 10 dəqiqəlik vaxtda. Və hamısı bidətdir. Və deyir ki, İbn Teymiyyə bu bəhsləri hamısının Quran, hamısının Peyğəmbər dinində xurafat və azğınlıq bilirdi. Nə sufi, nə kəlam, fəlsəfə, nə irfan. Düzdür, biz də haşa səhvdə bizi qəbul etmirik. İrfanda var da azğın irfancılar var. Biz dərs almışıq, çox qəşəng dərsdir. İrfan var, Allah Təala'nın irfanı. İrfan var, batil irfandır. Hamısı azğındır, Quran və Peyğəmbər sünnəsinə qayıtmaq lazımdır. Buna da hoqqa çıxarması hər bir məzhəb ortaya çıxarılır. İbn Teymiyyə dediyi bunlara. Onun bütün İslam məzhəblərlə ciddi mübarizə başlayır, aparır mübarizə və qarşıdurmaya gəlib çıxır. Onu qarşıdurma İbn Teymiyyənin bandası və o cəmaət. Ona kimlər ki həm müasirdir, böyük alimlərdən, məsələn sünni alimidir, məsələn kəlam alimidir. Ciddi mövqe tuturlar İbn Teymiyyə qarşı. Çünki İslam alimlərinin əksəriyyətini bidətçi sayırdı, yəni kafir sayırdı, onları qəbulləmirdi, əqidələrin ləğv edirdi və göz yumması bir iş deyildi ki, bunlar bir-birinə göz yumsunlar.